Salam əziz dostlar, havalarınız xeyir olsun. Bilirsiniz ki, bir neçə gündür bu sosial şəbəkələrdə bu tacir söhbəti, Namıq söhbəti bir hər kəsin ucu oradan ona deyirlər, bundan mənə deyirlər. Belə bir söhbətlərdir, yəni nəysə. Kimin səhvi var idi, kimin düzü idi, kim səhv idi bunu Azərbaycan xalqı gördü. Amma bu söhbət oldu. Dünən də, keçən dəfə də Tacir Şahmalıoğlu ilə biz telefonda danışdıq. Tacir Şahmalıoğlu da dedi ki, hansı ki biraz şəkərim var. Mən de dedim ki, yaxşı Tacir bəy, söhbəti bağlayaq. İstəyirsənsə söhbəti bağlayaq. Bu da dedi ki, yaxşı söhbəti bağlayaq. Bu da söhbəti bağlayaq. Dünən efirdə nəsə bir söhbət oldu. Mən də yuxuluydum, yatmışdım. Zəhm oldular, məni efirə qoşdular. Mən də orada biraz hansı ki, orada bir balaca əsəb oldum. Efirdə sözümü dedim. Nəysə Tacir Şahmalıoğlu da orada, nə bilim o biraz mənim xoşuma gəlməyən sözlər dedi və bu söhbət gedəndən sonra, bu söhbət yayılandan sonra inan ki, Tacir Şahmalıoğlu'nun nə qədər gözü götürmən adamların hərəsi zəh vurdu, hərəsi bir söz dedi mənə. Biri dedi ki, nə bilim, Tacir falan Şabaq toyunda oxudu, nə bilim, nə oxudu güya bunun oxuduğuna görə bunun nə bilim, bığını qırxdırdılar. Biri dedilər, nə bilim, falan şeylə tutdular. Bax, belə bir çox şeylər dedilər. Yəni, mən hacı adamam, mən gözümlə görmədiyim, kulağımla görmədiyim şey, əsəbi olduğum halda bu demişdi mənə. Mən də indi də bu Tacir Şahmalıoğlu, mənə Maraq Ağayev, mənim dəyərli dostum, böyük qardaşımız. Maraq Ağayev mənə zəh vurdu ki, bəs, ay Namıq, bəs sənin də xətrini çox istəyirəm. Mənə deyir bir neçə dostlar Moskvadan da, buradan, rayonlardan da zəh vurdu deyirlər ki, sən Maraqın da dostusan, Namıqın da dostusan, Tacirin də dostusan. Bu söhbəti yoluna qoyun. Mənə hətta bəx, Sadıq Zərbəliyev xalq artistini zəh vurdu, Sabir Abdullayev zəh vurdu, Eldar Əli, bütün sənətçilər, hər kəs deyir ki, Tacir də böyük sənətkardır. Yəni sən bir kiçiksən, yəni başa düşsən necədir? Mən də vallahi yenə deyirəm, mən orada çiftəsini bir söz demişdim, Zahar orada demişdi, mən o sözü dedim. Niyə də deyirəm? Tacir Şahmalıoğlu narahat edən o sözdür ki, deyir mənim bığımı kim qırxıbsa, bunu sübut edirlər. Bu da mən o vaxt orada yox idim, nə də bilmirdim. Bu orası mən deyim. Həmən adama da zəng vurdu. Sən onu demişsən, gəl bunun aydınlığını de ki, belə olub. O da deyirsə, yox, mən belə bir söz deməmişəm. Ona görə yəni, nə deyilənə... Sözündən qaçdı, sonra da zəh vurub yalvarır ki, məni işə salma, mənim, nə bilim, belə filan beşməkan. Bu da Tacir Şahmalıoğlu'nun xətrinə deyib. Yəni, indi şərdir, böyütandır, Allah onu o bilsin, Allah'a bilsin. Mən ondan eşitdiyimi demişəm, mən orada olmamışam. Ona görə də, ona görə də, yəni bundan da hər ikiniz mənim dostumsunuz, hər ikinizin bir-birinizdən xəbəriniz olmadan mən çağırdım. Həqiqətən Allah'ımı sağ, bizi çox zəh vurdular. And olsun Allah'a, nə Tacirin xəbəri var, nə sənin xəbərin var. İkinizə də ayrı zəng eləmişəm ki, ayıqdır. Yəni bunu sən birini deyirsən, bu birini deyil. Yəni hər şey qaydasında da, hər şey gözəldir. Bu sənət də bastı. Burada əl-yağda var yoxdur. Ona görə də yəni bundan sonra bu temaya qayıtmaq lazımdır. Söhbət bundan da tutardı. Bir-birinin xətrinə dəyiblər. Mən də onun yoluna qoydum. Çünki onun da səbir adamdır. Yəni bu deyilənlərə uyumur. Sağ olun, salamat qalın, hər şey gözəldir. Xahiş edirəm aparıcılardan da bundan sonra bununla bağlı heç kimə sual verməsin. Gecəniz xeyrə qalsın, hər şey qaydasında. Öpürəm, valla mən yenə deyirəm, Tacir Bayat Şirazla tarixə düşmüş bir sənətkardır. Bunu yenə deyirəm, Tacir məndən neçə yaş böyükdür, Tacir bəy. Tacirin sənəti göz qabağındadır. Yəni indi düzdür, Tacir Şahmalıoğlu mənə sənətimi o da əsəbləşib. Amma o bığ məsələsi söhbətinə görə də özünü eşitdində mənə mənim. O zəh vuran adama zəh vurdum, zadniyə bir dedi ki, mən, yəni o da Tacir istəməyən adamlar da deyil. Belə, neysə, Allah şeytanı lənət eləsin. Mən sizdən xahiş edirəm, sosial şəbəkələrdə də, nə efirdə də Tacir Şahmalıoğlu ilə bizə bir artıq əksik suallar vermək. Biz normal, burada danışdıq söhbəti, bir də bu söhbətə son.